Salam yoldaşlar. Bugün yine kino hakkında danışacağıq. Bu dəfə xüsusi bir müəllif haqqında danışacağıq. Bu mənim son vaxtlar kəşf elədiyim Yunan müəllifdir, Theodor Angelopoulos. Onun 3 filmi haqqında, 3 film haqqında yığcam danışacağım mümkün qədər. Bunlar Eternity and a Day, Voyage to Kythera, bir də Landscape in the Mist filmlərdir. Bu hər 3 filmin yaxşı bir xüsusiyyəti var ki, hər üçünə də aiddir. Bunlar əvvəlcə mən Angelopoulosu niyə bəyənirəm onu deyim. Adətən belə olur ki, film estetikdirsə, yəni filmin göstərdikləri daha çox danışdıqlarını üstələyirsə, yəni o biraz Tarkovski sayağı filmdirsə, biz buna adətən deyirik ki, bu ictimai məzmunca zəif olar. Yəni o dedikləri çox da həqiqəti əks elətdirməz və həqiqəti əks elətdirmə missiyasını üstündə daşımadı. Amma Angelopoulosun filmlərində kino həm estetikdir, həm də olduqca ictimai-siyasi məzmunludur. Xüsusilə Kytheraya Səfər filmi mən deyərdim ki, son vaxtlar izlədiyim ən siyasi filmlərdən biridir. O, bəlkə biz onu bir növ insanlığın evə qayıdışı adlandırarıq. Filmi izləyənlər yəqin ki, mən nə deyirəm, onu başa düşəcək. Və onu bir növ Odissey dastanı ilə də uyğunlaşdırmaq olar. Ümumiyyətlə, Angelopoulosun filmlərində bir evə qayıdış söhbəti həmişə var. Hər üç filmdə də xüsusilə elə bizim Eternity and a Day filmində mən evə qayıdış məsələsini özünə qayıdış məsələsi kimi yozuram. Digərlərində isə ata timsalında evə qayıdış və nəhayət Aleksandrın timsalında hər mənada vətənə, evə qayıdış, Kytheraya qayıdış hissələri var. Elə bu Odissey dastanından götürülmüş hissələrdir. Yəni belə ümumiləşdirmək olar ki, Angelopoulosun filmləri estetik qayğılardan xali deyil, amma həmçinin olduqca böyük ictimai-siyasi məzmuna sahibdir. Orada polis tənqidi də var, orada sərhəd tənqidi də var, orada kommunizmə olan nifrət tənqidi də var, faşizmin yüksəlməsi də var. Böyük bir Yunan tarixi narrativləri var onların hər birində. Bir də mən bunu deyəcəm ki, bu hər üç filmdə ortaq olan şeylər əlbəttə məqamlar çoxdur, amma bir də sərhəd məsələsi mənim üçün çox qiymətli idi. Xüsusilə sərhədin mənasızlığını və onun insan həyatına vurduğu sağalmaz yaraları göstərdiyi Kytheraya Səfər, bir də bilməm də o bizim necə tərcümə eləyəm, mən onun adını Landscape in the Mist deyəcəm. Bax, bu hər iki filmdə sərhədin mənasızlığını göstərir. Ümumiyyətlə, mənim üçün Angelopoulos sərhəd axtarışları müəllifidir və müasir Yunanistanın göstərən Homeridir. Bu qədər.